Ölümünü qızından 3 gün gizlətdi. Sonra fikirləşdim ki, hardasa qarşısına çıxar, bizdən eşitməyi daha yaxşıdır. Bu sözləri Elgizlə izlədə mərhum xalq artisti Yaşar Nurinin qızı Ülker Yaşar qızı deyib. Ülker bacısı Ülviyənin vəfatından danışıb. Anam bacım qızına dedi ki, uşaq 2 gün şokdan ayılmadı. Biz ona izah edirik. Çox gülcülüdür, ağıllı qızdır. Dəridən qabıqdan çıxmışam, nə salıb gətirirəm. Dedi ki, xala başa düşmürsən, bunlar anamın sevgisini əvəz edə bilməz. Sadəcə anamın koftasını verin. Gəlinci aldıq, ona geyindirib. Həmin gecə bacım özü zəng etmişdi, dedi anam gəlsin. Sonra Gülnar zəng etdi ki, xala, anamın yıxılmaq səsinə oyanmışam. Kameranı çevirdi, baxdım ki, yerdə uzanıb. Bacım qızına dedim ki, qonşunu çağır, o da həkimdir. Gəlib ürək masajı edib. Mən də danışana dedi ki, təzyiqim 100-ün 70-ədir. Amma ölçüblər ki, 40-ın 25-ə düşüb. Ülviyə çox emosional idi, ailəsinə bağlı idi. Ülker bacısı ilə həyat yoldaşının ayrılığına da söz açıb. Bacım onu çox sevirdi, uşaq da atasını istəyir. Bu Ülviyə ilə həyat yoldaşı arasında olan problem idi. O da çox peşmandı, deyir, kaş belə olmazdı. Bacım onun aliment istəmirdi, tamam başqa cür qız idi. Mənimlə onun arasında çox fərq var. 15-i bacım dünyasını dəyişdi, 22-si atamın ölüm ildönümüdür. Ad günləri arasında da eyni fərq var.